Belə dəyərli izləyicilər, sizə yenidən gözəl İstanbuldan salamlayıram. Gözəl mənzərə də sizə məsləhət görürəm ki, siz də gəlin İstanbula, dincəlin. Yəni bizə çox doğma olan, çox yaxın olan bir ölkədir. İki dövlət, tək millət. Yəni bugün digər rutinlərdə nələr baş verəcək? Yəni bildiyiniz kimi hal-hazırda Evronda olan rəqabəti sürətlə yuxarı doğru istiqamətinə davam etdirir. Eyni zamanda yəni funtun olan rəqabəti də səhər saatlarında sürətlə davam edir. Bunların müqavimət xəttləri nədir? Yəni funtun olan rəqabətində müqavimət xətti 1.33 500'lərdir. Yəni buna mütləq diqqət edin. Yəni keçək Evronun olan rəqabətinə, Evronun olan rəqabətindəki yuxarı hədd 1.14'lərdir. Yəni güclü müqavimət xətti. Bunlara mütləq diqqət edin. Bitcoin'də isə güclü müqavimət xətti 94.630'lardır. Buna da diqqət etmək lazımdır. Təbii ki, bundan yuxarıdan formalarsa alış əməliyyatlarına girmək olar, girməyə dəyər. Neftdə isə future spotlardan söhbət gedir. Yəni 67-30'lar da müqavimət xəttidir. Yəni bunlara diqqət etsəz daha yaxşı olar. Dolların Yaponiya rəqabətində yəni bu da yuxarı qalxıb bayrağı yaradı və bugün səhər saatlarında korreksiyalar verib. Siz 144 dolar, yəni 144 yəni daha dəqiq desək 144 100'lərdən yuxarı gözləyin. Formalarsa alış əməliyyatlarına girə bilərsiniz. Dolların frank olan rəqabətində isə eyni zamanda səhər saatlarına baxmayaraq ki, yuxarı getlə açılıb, yuxarı gedib 0.83 150'lərə diqqət eləmək lazımdır yenidən alış əməliyyatları üçün. Əsasən də indi biz qızıl haqqında danışarıq, yəni növbəti rolikdə.